Smeta dərsi olacaq. Buradakı cədvəllər, spesifikasiyaları necə əldə eləmək olar. Level 0-dayıq deməli. Birinci başlayaq otaq adlarını. Yəni layihədə baxsaq, məsələn, otaq adlarını necə göstərirlər? Otağın adı, bir də sahəsi. Bir də elə layihələrdə var ki, ancaq nömrəsini yazır, burada həmin nömrəyə uyğun adı və sahəsini burada yazır, spesifikasiyada. İndi burada otaq adlarını necə yaratmaq olar? Bax, buradan room aləti var. Roomu seçirəm deməli. Normalda bu otaq qapalı olmalıdır. Yəni dörd tərəfi divarla qapalı olmalı ki, biz otağı yarada bilək. Əgər qapalı olmasa, o tutmayacaq. Bu qapalıdır deyənə burada istənilən yerdə tıklasam bizə yazır. Deməli, nömrəsini, adı, bir də kvadratı. İndi buradan edit tip eləyim. Məsələn, number istəmirəm. Yəni nömrəsini istəmirəm. Sadəcə adı ilə kvadratı. Bunu seçirəm. Yazını bu tagdır. Yəni otağın adıdır. Amma otağın özü bir dəfə tabla eləsəm budur. Hesabladı bu. Göy rənglə hamısı deyir ki, hardan hara qədərdir. Burada number 01 yazıram. Tutaq ki, 1-dən başlayım. Burada yazıram ki, qonaq otağı məsələn. Buradan da apply. Bax, burada yazıldı. Qonaq otağı, kvadraturası, bir də adı və sahəsi. İndi bu getdi. İstəmirəm əgər bu ikisi olmasın. Sadəcə number, yəni nömrəsi olsun. Burada da nömrəsi gedir. Sahəsi. Hə. Burada bir şey var ki, bu düzgün deyil əslində. Biz təzəsini yaratmalıyıq buna uyğun. Başqa təzə necə yaratmaq olur, onu deyim sizə. Biz otağı yaratdıq, bunu delete edirəm. Bu tag işlətmirəm bu tagi. Təzə yaradıram, gətirirəm. Buradan deməli new family açıram. Buradan da English. Buradan annotation, burada room tag var. Room tagı seçirəm, buradan open edirəm. Burada create'dən edit, buradan label seçirəm deməli. Bir dəfə burada tıklayıram. Birinci deməli nömrəsi mənə lazımdır. Number. Bunu gətirirəm bura. Burada 01 yazıram. Buradan da OK. İndi create buradan line'ı seçirəm. Buradan bunu seçirəm. Mərkəzdən götürürəm. 4 diametrdə. Bunu seçirəm. Diametrini 4 edirəm. Enter. Bunu da düz mərkəzə gətirirəm bunun ortasına. İndi bunu seçirəm. Buradan edit tip edirəm. Buradan yazıram. Biraz teksti böyükdür. Size'ını azaldıram. Bunu da opek yox, transparent edirəm. Çünki bunun arxasında nəsə varsa görsənməlidir. Buradan da OK. Bu hazırdır bizdə. Bu number gedir, yəni otağın nömrəsi. Bir də create edirəm təzədən. Edit edirəm. Burada tıklayıram. Bu dəfə bizə nə lazımdır? Otağın adı. Gətirəm bura. OK. Buradan da все. Yenə buradan edit. Bu dəfə nə lazımdır? Sahəsi. Buradan da area gətirəm və bunu yazıram, tutaq ki 10 metr kvadrat. Bu belə. Bunları biraz tənzimləyim. İndi layihədə hamısı üçün bir dəfəlik görsənməyin istəmirəm də. İstəyirəm bunu parametrik elim. Hansını istəsəm gizlədim, hansını istəsəm göstərim. Bunu seçirəm, bir də bunu seçirəm. Birinci bunu seçirəm. Burada visible bu alətini buradan seçirəm. Təzə bir parametr yaradıram. Deyirəm ki number. Bu da tipdə olsun. Buradan da OK, buradan da OK. İndi bunu da həmçinin buradan eləyirəm. Visible. Burada da number seçirəm. OK. Bunu da parametrik eləyirəm. Buradan tıklayıram. Təzə bir parametr yaradıram. Deyirəm ki name. Buradan da OK. Buradan da yenə OK. Bunu yazıram area. Sahəsi yəni. Buradan da OK, buradan da OK. So, bunu elədim. Bunu bir dəfə save edirəm kompüterdə. Otaq adları. Buradan da save. So, load into project and close. Classic. Evet, OK. İndi bunu buraxıram. Bax, buradan room biz elədik də. Burada room var. Bax, bu roomdur. 01 qonaq otağı. Prosto room tag yoxdur. Room tagı biz sildik. Burada room tag var. Room tagı seçirəm. Bax, bayaqki yox, bunu seçirəm. Öz gətirdiyimi, otaq adlarını. İndi gətirəm, burada tıklayıb buraxıram. Bax, bu mənimkidir. İndi bunu seçirəm, edit tipindən. İstəmirəm ki, məsələn, tutaq ki, number olmasın. Number buradan gizlədirəm, OK. Sadəcə adı və kvadraturası. Buradakı kimi, bax, buradakı kimi. Yox, indi mənə spesifikasiya lazımdır, məsəl üçün. Onda mən bunu seçirəm, buradan. Number. Bu ikisini tikini götürürəm, sadəcə number qalmalıdır, buradakı kimi. İndi digər otaqları da yaradaq. Tutaq ki, 1, 2, 3 dənəsini yaradaq. Room. Buradan bunu yaradıram.
Bunu yaradırım. Bir də bunu. Sırayla. Bunu bu yox. Və bu otağın özünü seçirəm. Buradan deyirəm ki, mətbəx məsələn. Buradan da apply. Buranı da tutaq ki, deyirəm yataq otağı, apply. Bunu da deyirəm ki, WC. Buradan da apply. İndi bax o spesifikasiyanı necə yaratmaq olar? Burada sheet var. Ki birinci mərtəbəni gətirdim bura, yerləşdirən nömrəsiz adı var. İndi mən bunları necə sheetdə yerləşdirmək olar? İndi spesifikasiyanı necə yaratmaq olar? İndi bu Symmetraya bir başlanğıcdır. Keçirik deməli view tabına. Buradan schedule quantity. Açıram bunu. Deməli, buradan mən nəyi seçməliyəm? Buradan gəlməliyəm room bölməsinə. Rooms. Room seçdim, okey. Mənə lazımdır, buradan baxıram. Mənə lazımdır number, ad, sahə. Bir də bunları da yarada bilərəm otağın kateqoriyası. İndi çox vaxtlar bunları da nəzərə alırlar. Standartlara görə bunları da terasda zətdə bunları 0-3-ə vurur, kvadratürəsini tapır. Yəni bunları layihələndirəndə baxırlar, ekspertizada, nə bilim, qonaq otağında sahə nə qədərdir minimum. Bunları hesablayırlar. Bunu da deyirəm indi. Bax, birinci number'dır. Room'u seçdim. Buradan birinci gəlməlidir, deməli number. Gətirdim bura. Sonra bizdə gəlməlidir ad. Name. Bunu gətirdim. Sonra area. Amma bizdə bunlar yoxdur. Otağın kateqoriyası bir də yekun sahə yoxdur. Bunu özüm yarada bilirəm. Bax, burada var. New parameter. Bunu deməli, buradan adır eləyirəm. Buradan da bunu number eləyirəm. Burada yazıram ki, otağın kateqoriyası. Buradan da OK. Bax, bunu yaratdım. İndi bir dənə də yaradıram ki, bu bərabər olsun. Bu sütun vurulsun buna. İndi onu necə eləyirəm? Təzə bir burada yaradıram. Add calculated parameter. Burada yaradıram ki, yekun sahə. Sahə. Buradan deməli common olsun. Number. Burada formula yazıram ki, deməli area vurulsun. Buradan seçirəm daha doğrusu. Area, okey. Vurulsun bu. Bu da otağın kateqoriyası. Okey. Area. Şu. Bax, otağın kateqoriyası. Bunların hamısını yaratdım. İndi okey yaratsam, bu sizin yaratdığınız roomlardır. Sadəcə bunlar ikinci mərtəbədədir. Mən birinci bir şey unutdum, onu gətirərdim. Bax, təzədən buradan field basıram. Level biz gətirməlidir. Ən başda level lazımdır. Çünki ola bilər 10 mərtəbəli binadır. Hər şeydə biz onu filtr eləməliyik. Hər leveldə öz spesifikasiyanı qoymalı. Bunu aparım ən başda. Level. Birinci hər şeydən level olmalıdır. Okey. İndi filtr verirəm. Bax, bunlar hansı ki yazmışıq qonaq otağına. Bir dənə filtr verirəm, deməli. Buradan fieldi seçdikdə sahədə hansılar olmalıdır. İndi filtrdən götürürəm filtr, nəyə görə verirəm? Level'ə görə. Deyirəm ki, sadəcə level 0-da olan otaqları mənə göstər. Equal, bərabərdir. İndi bax, bunları mənim üçün gətirdi. Bunu hide edirəm, bu çünki lazım deyil. Sadəcə dəqiqləşdirmək üçündür. Buradan bunu hide edirəm. Bunu yazıram ki, bura baxıram. Number. Bunu da adını dəyişdirəm. Burada otağın kateqoriyası, buradan da yekun sahə. Bunların hamısını seçirəm. Bunu da center edirəm. Bunu da middle edirəm. Şu. Burada oldu hazır. Sadəcə buradan sorting and tipdən buradan bir şey fikir verməliyəm. Formatdan gəlməliyim, appearance'dən. Bir dənə qalsın. Otağın kateqoriyasını tutaq ki, burada necə var? Burada. Hansıları standarda görə baxırıq və bu avtomatik özü verir. Tutaq ki, bunu 1 yazsam, olduğu kimi burada, bax, bunu vurdu buna. Bunu 1 yazdım, bunu da 1 yazdım. Tutaq ki, bunu 0.3 yazdım. Bax, avtomatik vurur və bura yazır. Hesablayır. Bu belə. Baxıram bura, bunu yerləşdirəm, gətirim. Bunu edəndə istənilən bu schedule-a aiddir, yəni spesifikasiyaya aiddir.
Bax bu gəldi avtomatik düşdü bura. Room schedule. Bunu gətirsən bura. Bu deyil. Budur. Bunu gətirsən bura. Bunu delete eləmək lazımdır. Bunu da delete eləmək lazımdır hələ ki. Bax bu gəldi bura, hazır oldu. Amma bu bir dənə burada bu olmamalıdır. Bunu biraz dartım gətirim belə. Yerləşkələrin adı, sahəsi, otağın kateqoriyası. Bu hazırdır bizdə. Bir dənə ortadakı bu xətti götürüm. Bunu necə götürürdük bir dəmə. Sorting and tip. Formatdan yox. Hə, bir də bir şey deyim. Formatda tutaq ki, 42 tam nə qədər kvadratdır da. İndi burada yuvarlaqlaşdırıb. Bizə dəqiq lazımdır. Onda necə eləmək lazımdır? Bax buradan baxmaq lazımdır. Formatdan. Formatdan deməli birinci sahəni. Baxıram buradan area. Field formatdan. Deyirəm ki, deməli square metrləndir, amma bunu 2 dənə desimal də göstərməli. Metr kvadratla bir yerdə. Buradan da OK vursam, bura fikir versən 2 dənə arxasınca gəlir. Yekun sahəni də həmçinin. Formatdan deməli yekun sahə seçirəm. Field format. Bunun tikini götürürəm. Bunu da 2 dənə eləyirəm. İndi istəyə görə də OK. Buradan da OK. Bu da hazırdır. Bunu da yazıram ki, yerləşkələrin eksplikasiyası. Blank row before data. Yəni boş bir sətr var idi. Onu götürdü orada. Formatı da dedik. Sorting and tipdir. Burada yeri deyil. O digərlərində deyərəm. OK. Bu yerləşkələrin eksplikasiyası. İndi keçək digər simetalara, digər spesifikasiyalara. Birinci başlayaq qapı və pəncərələrin təsnifatından. Bura gətirim, deməli. Qapıların təsnifatı. Başlayaq. İndi view gəlir viewdən. Schedule quantity. Buradan deməli tapmaq lazımdır. Doğru. Buradan da OK. İndi bura baxırıq. Bizə nə lazımdır? Moge nömrəsi. Yəni tipi də buradan biz seçmişik. Bax, qapıya baxaq. Qapının tipi gedir. Yenə də əvvəldə leveli biz gətirməliyik. Çünki burada 2 mərtəbədir, 2 dəfə lazımdır. Level birinci həmişə gəlməlidir. Bunu yadınızda saxlayın. Sonra gəlməlidir tip. Yəni qapının tipi. Buradan type. Qapının adı da əvvəldə vermişdik. Q1, Q2 belə. Sonra nə gedir? Ölçüsü. Description-ı keçirdirəm bura. Sonra bir ədədin sahəsi. Ölçüsünü keçdi. Bir ədədin sahəsi sayı. Bir ədədin sahəsini sonra yaradırıq. Bir də buradan width ilə height-i gətirək hələ. Width bizdə gedirdi eni. Bir də height gedirdi. Height gedirdi. Hündürlüyü. İşte buradan tapı bilsəm. Height. Bunu da gətirdim. Bir də count sayı. Burası çox xırda-xırda. Mənim də gözüm zəifləyib görə bilmirəm. Bu ikisini aşağı gətirin buradan. Bunu axırda. Description buradan baxıram. Qapı sayı deməli. Description. Qapı tipi. Bir də qapı tipi. Buradan seçirəm model. Bunu da gətirim bura. Saydan sonra. İndi bir dənə təzə parametr yaradıram. O bir ədədin sahəsi məsələsi. İndi bu formulada buradan yaradıram deməli. Deyirəm ki, width eni vurulsun height-i də özü vuracaq bir-birinə bir ədədin sahəsini tapacaq. Bu vurulsun. Buradan da deyirəm height. Buradan da OK. Bunu OK vururam. Ha. Bir də bu number yox, area olmalıdır burada. Buradan da OK. Və indi bir ədədin sahəsini yuxarı qaldıram. Buradan baxsaq, bir ədədin sahəsi description-dan sonra gəlməlidir. Bunu yuxarı qaldırın, description. Level, type, description, bir ədədin sahəsi, so. Buradan OK vururam. Burada bütün qapılar var da. Bax, burada məsələn tutaq ki, yazıb. Burada prosto bir-bir yazıb. Q1, Q2. Da yəni bu bizə lazım deyil. Bizə lazımdır ki, konkret bunları toplasın.
Yəni neçə dənə Q1, bir dənə Q1 burada yazsın. Burada da sayını nə qədərsə onu yazsın bizə. Demək, birinci bunu level 0 buradan, yəni təkcə birinci mərtəbədə olsun. Filtr verirəm buradan. Deyirəm ki, hələ ki bizə lazımdır. Yəni birdən soruşa bilərsiniz ki, level 2-də bəs nətər eləyək? Onda bir dənə bundan duplikat alırıq. Onda filtri dəyişirik level 2-yə. Hələ ki bizdə level 0 olsun burada. Okey. Təkcə level 0-də yerləşənləri, yəni birinci mərtəbədə yerləşənləri. Bunu hide edirəm, bu hələ lazım deyil bizə. İndi bunları toplamaq üçün buradan sortingə gəlirəm. Deyirəm ki, sort elə də mənim üçün tipə görə. Bir də bunu buradan tikini götürürəm. OK vursam, avtomatik mənim üçün. İndi sort elədi tipinə görə hamısını. Q1-dən deyir bir dənədir, Q2-dən 4 dənədir. So. Bir də bunlar da mənə lazım deyil, hal-hazırda mənə lazım deyil bunlar. Bu ikisini də götürürəm, hide edirəm. Bunu da hide edirəm, bunu da hide edirəm. Bunu option seçirəm bir dənə. Bunu da buradan middle, buradan da center. Bu hazır. Bunları da adlarını yazıram ki, nədirsə də. Formatdan deməli, appearance-dən. Bunu götürək, blank-i, ortadakı boşxananı götürək. Bir də formatdan bu dəfə bir şey fikir vermək lazımdır. Area-nı, count-u. Buradan calculate total eləyək. Çünki hamısını deməli. Bir ədədin sahəsində buradan calculate total. So. Bir də buradan deməli bir ədəd bunu da düzəldək. Bir dənə desimal eləyək. OK. Bir də count lazım deyil. So. Buradan da OK. Bunu düzəltdi. İndi bura baxaq bir dənə. Bunları nəyə görə eləmədim? Burada çox vaxt aparır bir-bir eləmək. Bunları bu formada eləmək daha asan gəlir bizə Revitdə. Və bu formada. Bunu addelini eləyək. Bunları bu formada eləmək çox asandır. Bunu yerləşdirmək burada zülm verir adama. Şəkil kimi onsuz da eləyənmərik. Burada ölçü ilə eləsək, onu çox kiçiltmək, miqyasını gəlib gətirib burada yerləşdirmək biraz çətindir. Bunu oversi formada eləyir. Əsas bunu hazırlayaq. Bunları sahəni avtomatik verir, sayı da verir. Bir dənə qapı tipini özümüz əllə yazmalıyıq. Bir də ölçüsünü əllə yazmalıyıq. Buradan soruşa bilərsiniz ki, orada ölçünü özü verir. Amma oradakı ölçü yox, buradakı ölçünü yazırıq biz əllə. Deməli, qapı 1-dir. Buradan keçirəm. Bir dənə fikir vermək lazımdır. Harda yazmaq lazımdır. Fielddən baxanda və type'dan deməli ölçünü description'da yazmalıyıq. Bir də tipi modeldə yazmalıyıq. İndi keçirik. Bu Q1-i seçirəm buradan. Buradan da 3D-yə keçirəm və buradan bunu seçirəm. Bizdə Q1 budur deməli. İndi edit tipi eləyirəm. Description-da yazıram demək 100 x 210. Buradan da OK. İndi bax, bura fikir verəndə baxın bunu avtomatik yazdı. Digərlərini də bu tipdə burada yazırıq. Bir də qapı tipini modeldə yazmalıyıq. Sonra tutaq bizdə qapı nədir? Metal plastik ram məsələ. Buradan da həmən qapı tipini, buradan Q1. Bunları əvvəldən modelləyəndə bilirik də. Məsələn, tutaq hansı bir layihənin başında. Əvvəldən eləmək daha uyğundur, nəinki sonradan. İndi təzədən buradan modelə gəlirəm. Modeldə də yazıram ki, metal ram hansı tipsə, metal plastik ram. Buradan da OK. İndi buradan da baxanda, demək, bunu da necə burada yerləşdirək? Bunu silirəm buradan. Buradan qapıların təsnifatını da artıb gətirirəm. Pəncərə də touch qapıda necə elədik? Sadəcə orada window-nu seçirik. Buradan eləyəndə schedule tip. Doğru seçmişdik. Burada da window-nu seçirik. Ən axırda. Window-nu seçirik. Buradan da yenə həmən şeyləri qapıda necə elədik? Burada da həm eləyirik. İndi qapı və pəncərə sxemləri necə gətirmək olar buradakı kimi? Keçək onu. View-dən buradan legend var. Legend-ı seçirəm və yazıram ki, qapı və pəncərə. Miqyası hələ ki 1.50 qalsın, OK vururum. Və belə ağ bir ekran gəlir. Deməli, keçirəm annotate-ə, burada legendlar var. Legend component. İndi baxın burada layihədə işlətdiyim bütün famillər buradadır. Birinci qapıdan seçək. D ilə başlayan door. Q1. Bax buradadır. Seçdim. Buradan da planda lazım deyil bizə. Bizə elevation, yəni fasaddan lazımdır.
Gətirdim burada bıraktım. Bir de bunu buradan find eləyim. Bunu da hidden line eləyim. Bu şekilde. Bu küp. İndi yenə Q2'ni de gətirəm. Legend Company. Buradan da Q4. Şimdi bunları yerleştirdim. Ölçünü de buradan ölçülendiririm. Bunun text size'ını biraz azaldım. Bir bəsdir məncə. Şimdi bunu buradan götürün buraya. Bunları da həmçinin buradan belə. Digərlərini də həmçinin belə. Şimdi burada textlə yazıram ki, üstündə bax, annotatedən textlə. Burada yazıram ki, Q1. Bunu da buradan gəlirəm, altından xətti underline. Bunu da 2 yazıram, text size'ını. Bunu da arxasını transparent edirim. Bizə lazım olacaq. Digərlərini də Q2, bunu da və bunu kontrol basılı saxlayaraq bunu da artırım bura. Sadəcə adlarını dəyişdirirəm. Q2. Bu qapıdır. Pəncərəni də həmçinin tutaq ki, 1-2 dənə pəncərəni də aşağıda gətirim. Annotatedən Legend Company. Bu dəfə W ilə gəlirəm. Window. Buradan deməli P1 gətirdim bura. Bir də P2-ni də gətirim. Bəsdir. P, hə. Bir şey fikir elə. P2, P2. Bizdə vitrajdır da. Vitraj nə eləmişdir? Yəni layihədə belə bir şey olacaq da. Elə vaxt olacaq ki, biz bunu əslində indi mən gələn dərsdə pəncərə necə modelləmək olar onu deyəcəm. Bunu pəncərə ilə eləyərsiniz. Amma elə layihələr var ki, bax buradakı kimi. Burada bu pəncərə deyil də artıq, bu vitrajdır, düzdürmü? Onda bu getməlidir vitrajların təsnifatına. Yəni layihələrdə addi ayrıca vitrajların təsnifatını da verirlər. Qapını qapıda verirlər, pəncərəni pəncərədə, vitrajı da vitraj tipində verirlər. Vitrajın təsnifatını da mən deyərəm sizə necə eləmək olur. Bu pəncərəni gətirdik. Digərlərini də bu həmçinin bu formada gətirdik. İndi bunu ora necə aparırıq? Deməli gətirdik bura. Və buradan da Legend'ı bayaq boş idi, indi plus yarandı bura. Yəni deyir ki, burada var. İndi door qapı və pəncərəni gətirsəm, avtomatik burada hamısını yerləşdirib. Amma çox kiçikdir. Bunu indi baxır da miqyasını dəyişdirə bilərik. Buradan bunu title-ni non eləyirəm. Bir də bunun xətti altında xətt var, onu da gizlədirəm. Lazım deyil. Bir də bunun miqyasını 100 eləyirəm. Baxır hansı şitdə yerləşdirirsiniz. 100 yox, 25 kiçiltmək, böyütmək istəyirəm. İndi bunu da dartıram, gətirim mən. Bu formada qapı və pəncərə tiplərini sxemasını gətirmək olar. Burada da təsnifatını vermək olar. Keçək döşəmə və divarların təsnifatına. Onu necə eləmək olar? Keçirik deməli view-dən yenə schedule quantity, buradan da floor. Buradan da OK. İndi baxaq buradan döşəməyə. Bizə lazımdır deməli, burada description verirəm. Birinci level yenə dediyim kimi leveli gətirirəm. Mərtəbə keçirəm description. Sonra buradan baxıram tip, sonra model. Keçirəm buradan yox, tip comment yox, tip. Bir də model, bir də nə lazımdır bizə? Sahəsini gətirim bura. Level, description, tip, model, area, comments ola bilər. Və yaxud comment qalsın, comment olsun. Bunda sahədən qabaq. Bax, indi nələri gətirdim? Level lazımdır ki, birinci hansı mərtəbədə yerləşir. Tip, o D1, D2 adlandırmışdı, ona lazımdır. Description-da biz deməli onu yazırıq. Description-da məsələn tutaq ki, bu döşəmə hansı otaqlarda işlənir, onu yazırıq. Bir də əsas modeldə sxemanı eləyirik. Bir də comment-də bunları yazırıq. Sahəni də avtomatik verir. İndi OK basam, gətirdi belə ortaya. Yenə buradan filtrdən level 1-ə görə, level'ə görə təkcə level 0 seçirəm və OK. Baxın, burada bir şey var. Bax, D1 verib, level 0 D1. Yenə buradan, yenə ikinci dəfə filtr verirəm. Çünki burada, buradan getməlidir də, bu bizə lazım deyil. Filtrdən nəyə görə filtr verim? Tipə görə, bax, tipdədir də bu. Filtr verirəm, ikinci filtri buradan type-a görə deyirəm ki, equal yox, does not equal. Yəni bunu göstərmir mənə. Dəmir beton örtük tavasıdır.
Bu getdi o şey. İndi sorta keçirəm. Sortdan deməli deyirəm ki, tipə görə mənim üçün sort elə. Bir də bunu götürürəm buradan. Formatdan deməli areanı field formatdan düzəldirəm. Bunun tikini götürürəm. Deyirəm ki, bir dənə decimal göstər. Və OK burada. Bir də bunu calculate total edirəm. Şu. OK vursam hamısını mənim üçün düzəltdi. Level 0. Şu. Bu level lazım deyil mənə. Bunu hide edirəm. Description'da bunu buraya yazıram ki, yerləşkələrin adı. Bir də bunu düzəldim. Bunu da yazıram ki, döşəmə təsnifatı. Deməli, keçin bura. Bunu gətirin bir dənə bura. Döşəmə təsnifatı. İndi mənə lazımdır ki, D1 hansı otaqlarda işlənir, onu tap. Buradan baxıram döşəmə təsnifatına. D1-i buradan seçirəm, keçirəm 3D-ni buradan basıram. Mənə göstərir ki, hansılardır da. İndi keçirəm bura, edit tipinə. Mən yazmışdım deməli, description-da yazmışdım. Edit tipi. Hansı otaqlarda işlənir demək. Yazıram ki, məsələn, hansı otaqlarda işlənir? Mətbəxdə fərz eləyək. Mətbəxdə işlənib, qonaq otağında işlənib. Belə. İndi birini seçirəm, buradan yazıram. Bunları əvvəldən eləsək daha yaxşıdır. Mətbəx, sonra qonaq otağı. Buradan da apply və OK. Bura. Və buranı düzəltdim. Mətbəx və qonaq otağında yerləşir. Bir də döşəmə detalları əsas mühümdür. Bunların bir kəmi var. Onu sizə deyəcəm. Bunları necə bu düzgün formada eləmək olar ki, kənara çıxmasın. Bax, bunlar eyni şeydə eləmək lazımdır ki, əgər bunu nizamlı şəkildə yazmasaq, kənara çıxır və yaxud düzgün gəlmir bu çərçivədə. Onu necə eləyək? Deməli, bir dənə drafting view açın. View tabından buradan drafting view açıram. OK. Burada textlə yazıram. Annotate text. Burada gətirirəm. İndi bunları kopyalayıram və yaxud bir-bir yazıram. Tutaq ki, laminat lövhələr. Gəl belə yazın da. Laminat lövhələr. Nümunəsini göstərirəm siz gözünüz əvvəl. Laminat. Ha, bu səhv getdi bizdə. Texti seçirəm. Buradan duplicate alıram. Text. Ben de OK. Transparent. Normalde bir de bunu tikini götürmüşüm. Ben de OK. Buraya yazıram. İndi gətirirəm belə. Burada necə yazılıb? Bax, laminat lövhələr 10 mm. 10 mm. Enter vurmalıyam. Yeni yazmalıyam. Termoizolyasiya 5 mm. Məsələn. Bunu da gətirin. Bax, bura fikir vermək lazımdır. Burası düz gəlmir. Bunu da qabağında bir dənə şey. Bunu da qabağında belə şey. Güzel. Yine bir enter. Üçüncü qatı da yaradaq. Sement kum hamarlayıcı qat. 100 mm. Digər qatları da bu şəkildə yazırıq. Sadəcə burada bir şey fikir vermək. Bunların arxası, yəni hamısı eyni formada olmalıdır. Bir də ona fikir vermək lazımdır ki, oradan kənara çıxmasın. İndi bunu hamısını buradan Ctrl-C, Ctrl-V, Ctrl-C buradan götürdüm. Həmən döşəmənin nəyində yazmalıyam? Burada da yaza bilərəm. İndi baxaq buradan. Digərlərini də burada yazırıq bu formada. Bir dənə qalır döşəmə sxemi. Döşəmə sxemini detallandırmaya aiddir. Onu ayrı dərsdə deyərəm. Divar və tavanlar qaldı. Deməli, yenə View-dan buradan Schedule Quantity keçirəm, valı seçirəm və buradan da OK. Burada yenə baxıram, nələr bizə lazımdır. Burada necə elədi? Burada da həmən şeyi təkrarlayırıq. Yerləşkənin adı lazımdır, tip lazımdır, bir də sahə lazımdır. Tavan ayrıdır, bu tavan ayrıdır. Bunu qoyuruq qırağa, hələ divardan söhbət gedir. Bəzəyin növü, sahəsi, bir də yerləşkələrin adı. Yenə əvvəldə level gedir bizdə. Gəl buradan areanı sonra alt üst eləyərəm də. Deməli, tip lazımdır bizə. Bir də yerləşkələrin adı, o da gedir. Level də lazımdır bizə. Burada level yoxdur, burada base constraint var. Yəni hardan başlayır onu deyir bizə. Levelin əvəzində budur. Bir də bizə lazımdır description. Base constraint əvvəldə olmalıdır. Levelin əvəzində. Sonra description olmalıdır. Yerləşkələrin adı. Sonra tipi olmalıdır. Bir də sahəsi. Sahəsi olmalıdır. Sonra tipi. İndi OK basıram.
Burada divarlarda çox gəlir çıxır bura. Çünki divar çoxdur da, hörgü var orada, nə bilim hər şey var. İndi filtrə keçirəm. Mənə lazımdır birinci levelə görə filtr eləyim. Level elədim, base constraint-ə görə. Deyirəm ki, level 0-da olanları göstər. Buradan OK vursam biraz azaldır. Təkcə level 0-da olanları göstər. Sonra deyirəm ki, hörgü H ilə başlayan hamısı H iləndir. H ilə başlayanları mənə göstərmə. Bir də bu vitraj da o da şeydir də. Görürsüz P2 o eləmişsə şeylə, vitrajla pəncərəni. O divara gəlib çıxır da. Çünki o Hı. val, curtain wall'dır da, düzdürmü? Deməli, bunu götürürük. Bunu göstərməsin burada. Bu adeli vitrajlarda olacaq. Bir də H ilə başlayanları göstərməsin burada. Filtr verirəm. Bu da tipə görədir də. Buradan tip eləyirəm. Buradan deyirəm does not equal. Birinci P2-ni götürüm. Sonra yenə tipə görə deyirəm ki, does not begin bu dəfə. Yəni H ilə başlayanları göstərmir. Təkcə swaq və sizdə indi bir tip yoxsa? Hə, swaq keramik bir də boyaqsın. İndi yenə sorta keçirəm. Deyirəm ki, tipə görə sort eləməyə görə mənim üçün. Bunun da tikini götürürəm. Formatdan deyirəm ki, sahəni buradan mənim üçün topla. Bunu bir desimal eləyirəm. Buradan da OK. Bunu da deyirəm calculate total. Buradan da OK. Bax, bir saniyədə mənim üçün düzəltdi. Bunları da yenə adlarını yazıram. Divar və ara kəsmələr. Bu leveli götürürəm. Bilirik ki, level 1-dədir. Bunu yazır yenə otaq adı, məsələn. Adı, burada sahəsi. Buradan da bəzəyin növ. Bu da hazır. Sadəcə burada bir şey var. O bayaq döşəmədə necə eləmişdi, burada da elə eləyir. 3D-yə keçirəm. Description-da necə yazıb? Hansı otaqlarda işlənir tutaq ki? Yenə gəlirəm description-dan. Deyirəm ki, bayaq ki eləmişdi, o deyəsən qalmalı qalır. Qonaq otağı, burada OK vururam. İndi buradan təzədən baxıram. Hə, divan var. Bir də bunu seçirəm, deyirəm ki, WC. Description-da yazıram, buradan da OK. Divar və ara kəsmələr gəldikdə, bu da hazırdır. İndi bir dənə 3D-yə keçin. Buradan sheet-i açın. Ben divar və ara kəsmələri gətirim burada yerləşdir. Bu bizdə getdi deməli divar və ara kəsmələr. Tavanda da точно bunun kimi eləyirik. Bir də onu da deyim. Onunla da yekunlaşdıraq. Ceiling-i tapıram. Ceiling. Buradan da OK. Burada da yenə hər şeydən öncə level gəlməlidir. Bax, yenə buradakı kimi description, sahə. Bir də tipi. Level, area, description. Sahəni göstərdi. Bəzəyin növü, sahəsi, bir də tip. Birinci level gəlməlidir, sonra tip gəlməlidir, daha sonra da bəzəyin növü. Buradan da OK. Heç bir şey olmadığı üçün göstərmir də. Layihədə yoxdur deyələ. Amma divarda necə elədik, burada da eyni şeydir. Bunu da save götürək bir dənə. Bunu da gətirib yerləşdirib bunun yanında. Eləyəndə silingini də gətirib düz bunun yanında yerləşdirib bu formada. İndi eləyəndə hamısı bu formaya düşür də bir yerdə eləyirik, hamısı düzəlir. Appearance-dən bunun tipsi. Bunu da həmçinin. Burada var. Şimdi olsaydı gəlib bu formaya düşərdi. Burada tavan yazardıq. Və ikisi də eyni formanı alardı. Bu divar və tavan və divar ara kəsmələr, döşəmələrin tipi, bir də qapı pəncərə. Bir də bir şey qaldı, çox mühüm şeydir. Konstruksiyaya aiddir. Elə vaxt ola bilər lazımdır. Atma qapı və pəncərələrin üstündə betondan eləyir ki, o məsələn burada qapı yerləşir. Burada qapı yerləşir. Burada hörəndə bunun üstündə atma qoymayanda o kərpiçi qoya bilmir də, boşluqdur. O da betondan. Taxtaları da atmalar deyilir məsələn. Hə. Bölgədən bölgəyə dəyişir. Yəni onun Ay sağ ol. Hə, amma çox layihələrdə betondan verilir. Bölgədən bölgəyə dəyişilir. Bəli. Armaturdan da ola bilər. Bizim bir layihədə 2 dənə uqolnik qoyurduq, ortasına da armaturları qaynaq elirdik, o atma gedirdi. Məsələn, cürbəcürdür. İndi konstruksiyadan olanda necə eləyirik? Yəni əsas burada məqsədim beton həcmini necə tapmaq olur, onu demək istəyirəm. 1-2 dənə qapının üstünə atma ataq, onun da təsnifatını eləyək və onunla yekunlaşdıraq. İndi baxın burada. Birincisi bu çöl qapını qoymaq istəyirəm, bir dənə də iş qapını. İndi buradan keçirəm structure-a, beam. Buradan da keçirəm load family, gətirirəm onu. Bir dənə də keçeyim. Deyəsən vaxtımız qutarır. Qutarsa eyb yoxdur, gələn dərsdə davam edelim. İndi nə qədər eləyə bilir, eləyir. Yaxşımı? Vaxtımız az qalır. Tak, library 24. Buradan da library, buradan da English. Yes. Structural framing seçirik buradan. Buradan da concrete və
bu formada olan düzbucaqlı formaya alik rigeli götürüb və open eləyir. Bura gələndə bunu edit tip eləyib duplicate. Tutaq ki, yazırıq A, atma da atı 1 seçilir. Bunun da ölçüləri fərqlidir əslində. Şimdi tutaq ki, çöl qapı üçün çöl divar 400-dür. Buradan baxıram bir dənə. Bunu da leftdən baxıram. Bax, burası olur B. 400 düzdür. Yəni çöl divar 400-dür. Hündürlüyü də 200. Buradan da apply və OK. Burada bir dənə çəkeyim hələ ki. Bunu sonra delete edirəm. İndi keçirəm level 0-a daha doğrusu. Bunun üzərində gəlməlidir BIM. Deməli, bunun level 0-dır, düzdür. İndi buradan çəkirəm. Buradan tutaq ki, bura 1200 gəlməlidir. Buradan gəlməlidir. Buradan da 1200. İndi buradan 3D-dən baxsam, bu gəldi, düşdü bura. Bu, bura gəlməli deyil əslində. Bura gəlməlidir. İndi bunu bura baxıram. Annotate-dən baxıram. Spot elevation. Bunun üstü bu əslində 2170. Bunu seçirim. Buradan deməli Z offsetdən bunu 2170 vururam. Buradan apply eləsəm bu gəldi bura. 200 bunun özü də olmalıdır. 900, 300 yazmalıyım bunu. Bildiniz nəyə görə? Onun öz hündürlüyünü də nəzərə almalıyım da. Bura qədər gəldi. Burası bunu join eləmək lazım divarla. Buradan join götürürəm. Join geometry. Bunu burayla join edirəm. Çünki divar betonu kəsə bilməz də. Divar beton bütöv bir parça olmalıdır bunun üstündə. Atma 1. İndi bir dənə deyilin təsnifat ala. Bunu buradan seçirəm. Ya da level 0-a gedirəm. Tutaq ki, bu dəfə bu qapının üstünə eləmək istəyirəm. Onda yenə structure-dan BIM-i seçirəm. Buradan edit tip, duplicate alıram. Yazıram ki, atma 2. Buradan da OK. Bu dəfə onun eni 100-dür. Çünki divar bizdə 100-lükdə. OK. Buradan deməli gətirirəm. Bunu da 1250. İndi 3D seçirəm. Bu gəlib düşüb bura. Bunu da seçirəm indi. Yenə buradan həmən qədərdir də 2370 yazırım. Bu da getdi. Bunun üstünə getdi. Bunu da biraz buradan baxın. Biraz ortaya gətirmək lazımdır. Sonra da join edirəm burada. Modify-dən join seçirəm. Bunu da buraya. İndi keçək bunun ön həcmini tapaq. View-dən keçirəm. Schedule quantity. Structural framing. Framing OK. Yenə level lazımdır bizə. Reference level hə. Bunu götürdüm. Buradan baxım atmaların təsnifatını. Burada vermişdi. Hörgü planını da göstər. Bax, atmaların tipi lazımdır, sayı. Əslində uzunluğu lazım deyil, həcmi lazım beton. Bunlar heç şey deyil. Deməli, MOG tipi lazım.